Bir daha salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Biz yenə də Azərbaycanın ən dilbər güşələrindən birinə bu günlərin yürüyüş təşkil edirik. Biz bugün Şabran rayonunun Zeyvə kəndinin yaxınlığındakı bir meşəyə gedirik. Orada bizim gördüyünüz kimi bax burada bütün maşınlarımız da görsənir. Offroad İdman klubu ilə birlikdə gedirik və bu günlərim inanırıq ki, bizim yürüyüşümüz çox uğurlu və çox maraqlı olacaq. İstəyərdik ki, bizim həmin bu yürüyüşümüzə siz də tamaşa edəsiniz. Hal-hazırda biz Şabran rayonunun ərazisindəyik və offroad klubunun da maşınları gördüyünüz kimi baxın gəlirlər. Və bura Zeyvə kəndinə iki yol var. Biri buradandır, biri də Quba yolundan, o Çiçi kəndindən dönürsən, düz Zeyvə kəndinə gedirsən. Hal-hazırda isə biz yəni yaxın yoldan istifadə elədik. Dəvəçinin içindən, yəni körpünün altından dönürsən və gəlirsən, gedirsən birbaşa Zeyvə kəndinə və Zeyvədə, orada meşədə offroad maşınları ilə çox maraqlı bir gün keçirəcəyik. Diqqətiniz bizdə olsun. Hal-hazırda biz demək olar ki, artıq offroad klubla birlikdə başladıq
bütün çətinliklər bundan sonra başlayır. İndi gördüyünüz kimi ilk belə bir arx idi, çay idi, palçıqlı idi, oradan keçdik. Çətinliklə də olsa keçdik və indi daha da çətin yollar bizi qarşıda gözləyir. Və indi maşınlar gördüyünüz kimi məhz bu balaca da yerdən keçirik və bundan sonra artıq dağlar başlayır, bundan sonra üz yuxarı. Bəli, beləliklə tamaşaçılar çətinlik, yəni offroad maşınları çətinliyə bundan sonra başlayırlar və bundan sonra yəni üzü yuxarıya, yəni yoxuş yollarda olacaq, palçıq da olacaq. Elə isə biz də dayanmadan gedək. En çətin yerlerden biri burada, gördüğünüz gibi maşın düştü ve kaldı burada. Yani gördüğünüz gibi teker demək olar ki axıra kadar batıp maşının qabağı artık girib suya. Bugün əziz tamaşaçılar, yəni qonaqlarımız da var hal-hazırda. Yəni İrandan gəliblər qonaqlarımız. Onlar da İranda yəni offroad maşınları, yəni belə drive, belə bir çətin yollarda maşın sürməyi xoşlayırlar və daha doğrusu maşın sürürlər. Və bu günlərim gəlib həm bizim offroad klubu onlara bizim təbiətimizi, bizim mənzərəmizi və bizim dağlarımızı və offroad maşınlarını necə sürdüklərini bugün qonaqlarımıza da göstərirlər. Görürsünüz ki, hal-hazırda da ilişib qalıb maşın və indi onun qarşısındakı belə deyək qalın kəndiri hər hansısa bir qarşıda ağaca bağlayıb və ağac vasitəsilə maşını oradan çıxardacaqlar.
Gördüğünüz gibi bakın qabaq təkərlər hər yer batıb və indi çox çətinliklə maşın çıxır orada. Oy. Maşın demək olar ki, təmiz oturub. Gəl bura Ruslan, arxa təkərə bax burada. Heç elə bil ki, burada təkər yox. Yəni burada qeyd olunur ki, hələ bu yani havalar hələ tam soymayıb, yəni ki, qar yağmayıb, yağışlar yağmayıb hələ bir o qədər. Və burada deyilənlərə görə qışda, yəni iştirakçılar özləri deyirlər qışda, bura dəhşətli dərəcədə çox çətin olur gəlmək. Gördüyünüz bax, bura qədər su olur, maşının üstünə qədər su örtür. Sadəcə olaraq bu maşınlarda əziz tamaşaçılar, bu gördüyünüz bu nöqtə isə maşının belə deyək, nəfəs alması üçün, yəni maşının ümumiyyətlə sönməməsi üçün nəzərdə tutulub. Buradan içəriyə motora, yəni hava gedir, havası olur maşının. Və bura qədər su olsa da maşın, tək ki bura su girməsin, bura qədər su olsa da bu maşın buradan çəkib çıxardır öz-özünü. Növbəti, əziz tamaşaçılar, növbəti bax buradan keçən insan, yəni bizim bugün qonağımızdır, yəni İrandan gələn qonağımız və belə bax offroad yarışlarında İran çempionudur Əli Xəzri. İndi bax növbəti maşından Əli Xəzri gəlib, bax məhz bu gördüyünüz bax bu palçıqlıqdan keçməlidir. İran'da, Türkiye Kahramanmaraş'ta, Artvin'de hepsinde şampiyon. İran'ın opşi şampiyonu bu adam. İran'ın ümumi çempionu. Umumi şampiyonu. Ama bu tarz İran'da ekstrem offroad yok. Bunlar sürat şampiyonu. Ha, bunlar sürətlə sürülür. İlk defa böyle ekstremden geçecek. İlk dəfə. İlk, birinci. Görək nətər olur. Yaxşı olar inşallah. İran çempionu Əli Xəzri indi gəlib bu görək palçıqdan necə keçir. Çəkilək qırağa. Əli, xoşuma gəldi, yaxşıdır. Ha, çok yaxşıdır. Çok yaxşıdır. Vağan çok yaxşıdır. İranda var belə yerlər. Sürürsüz. Yok baba, bu imkanı da yoktu İran'da. İran, Azərbaycanda gəlib gördünüz. Arıza çok güzeldi. Difler çoktu. Lastiği tayerde çok güzeldi. İran'da bu imkanı yoktu.
Yəni birinci dəfədir ki, belə sürürsən, birinci dəfədir ki, palçığa çamura girirsən, hə, birinci dəfə. Ha, birinci səfərdə çox güzeldim. İrəndə yoxdur. Axır- İrəndə hamısı kəbi vardı. Aha. Bu çamurçu İrəndə çamaqdır. Hə, azdır. Çok güzeldi baba, bu imkana başı. Müşkil de. Sağ olasın, teşekkür ederim. Sağ ol, uğurlar. İndi bax belə batdığına görə növbəti maşınla bunu arxaya çəkmək lazımdır ki, biraz. Və bu buradan keçsin. Yox, yox, get, sürüşmü. Oo. Dəhşət keçdi. Gördüğünüz gibi maşın da hal-hazırda çox çətinliklə çıxır oradan və hal-hazırda sükanda İranlı Əli Xəzri əyləşir. Əli necə idi? Sağ ol. Adrenalin var. Ha, biraz- yaxşıdır, çox yaxşıdır. Çox yaxşıdır. Xoşuna gəldi. Ha, xoş, çox yaxşı. Bundan sonra tez-tez gələrsən. Ha. Gələrsən yenə də sür. Sağ gəlir, həttən sarı gəlir. Gələrsən Həttən inşallah. gəlirsən. Araba gəlir. Arada gəlirsən. Araba gəlirsən, ha. Hə, özünlə maşın gətirərsən. Ha, mənə gəlirsən. Ha, lap yaxşı. Gətir. Öz maşının var da, belə var. var. Nesarunuz vardı. Yəni belədir o da. Ee. Yəni belə maşındır. Yox, bu məscidə maşın gəlmirsən. Ha, sənin maşının buralıq deyil ha. Yo, maşın bile gelir. Baba. Bu arabada diflek vardı, imkanı vardı, taytede çok vardı. İranda Yəni imkanı. aşağısı da çox hündür. Ha, İranda imkanı da aynı. Ha, aşağıdır. Ha, aşağıdadır. Ha, bu Azərbaycan imkanı çox dedi. Ha, arabada yaxşıdır. Model baladır. Axır ki xoşuma gəldi, ləzzət elədi. Ha, çox təşəkkür edirəm. Vallahi. Hamısı Azərbaycan, hamısı Azərdir, Rufa, Türkcə,
Hamısı yaxşıdır. Biz də sizə təşəkkür edirik. Sağ olun, təşəkkür ederim. Sağ ol. Təşəkkür Allah ederim. köməyiniz olsun. Sağ ol. Bir damcı qalmışdı çıxmağına. Belə baxanda insana elə gəlir ki, palçıq vulkanıdır, amma əslində səs boğucudur. Yəni qalıb palçığın altında və oradan hava vurduqca bax belə palçığı göyə qaldırır. Bax belə əziz tamaşaçılar, biz özünüz gördünüz ki, gəldik Azərbaycan Offroad İdman Klubunun maşınları ilə, üzvləri ilə gəldik. Məhz Şabranda, Dəvəçidə, dağlarda çətin sınaqlardan keçdik. Təmiz maşınlarla gəlmişdik. İndi bütün maşınların hər biri gördüyünüz kimi palçıqlıdır və bu günlük işimizi yekunlaşdırırıq. Bax belə əziz tamaşaçılar, növbəti verişlərimizi mütləq izləyin. Çünki Azərbaycan təbiətinin
gözəlliyini və Azərbaycanda bir-birindən maraqlı yerləri hər dəfə olduğu kimi çəkib sizə təqdim edirik. Özünüzdən müğayət olun, növbəti verişlərdə görüşərik. Sağ olun.